yoldaşlar? Baxaq. Bax bu qaydada. Sütunları, sətirləri özümdən təyin edə bilərəm. Düzdür, mən bu cədvəl qurmaq üsulundan bir o qədər çox istifadə eləmirəm, amma bəzi hallar var ki, indi praktiki dərslərimizdə bunlardan istifadə edə biləcəksiniz. Növbəti kursoru qoydum aşağıdan, yoldaşlar. Aşağıdan qoymuram, cədvəl üzərindən qoyuram. Cədvəllə bağlı bəzi fərqli işlərimiz var, qanunlarımız var. Demək, biz belə bir şey öyrənmişdik ki, nəsə bir söz yazıram məsəl üçün burada. Öz ad soyadımı yazacağam, Fuad Mirzəliyev. Burada məsəl üçün kursoru qoysam Liyev. Burada A ilə L-nın ortasında, A ilə Z ilə A-nın ortasında qoyuram kursoru. Əgər mən backspace düyməsinə vursam nə olacaq yoldaşlar? Backspace düyməsinə vursam sol tərəfdə olan simvol silinmiş olacaq. Delete düyməsinə vursam sağ tərəfdə olan simvol silinmiş olacaq. Elədir. Bu cədvəlin daxilində tamam fərqlidir. Demək mən nə edirəm? Kursoru qoydum cədvəlin üzərində və cədvəli içərisində daha doğrusu yazı yazıram. Məsəl üçün burada bir yazı yazdım. Burada başqa bir şey yazıram. Burada başqa bir şey yazıram. Burada tamam fərqli bir şey yazdım. Elə fərz edək ki, cədvəlin içərisində oldu. Və kursoru qoyuram cədvəlin üzərindən. Ya cədvəlin hamısını sıxıb sürüşdürüb seçirəm. Ya da, bax bu qaydada elə seçdim. Seçəndən sonra, əgər backspace düyməsinə vursam, cədvəl özü ilə, içindəkilərlə bir yerdə özü də silinmiş olacaq. Yox, əgər delete düyməsinə vursam, cədvəlin yalnız içindəki məlumatlar silinmiş olacaq. Aydındır, yoldaşlar. Bir dənə hər kəs bunu test eləsin. Bir dənə cədvəl quraq, sadə bir cədvəl quraq. 5 sütun, 2 sətirdən ibarət, 5 sütun, 6 sətirdən ibarət bir cədvəl quraq və o cədvəlin içərisində yazılar yazaq. Yazandan sonra gəlirsiniz cədvəlin hamısını seçirsiniz. Sonra backspace delete fərqini. Bir dənə praktik eləyək. Yoldaşlar, eləyə bilirsiniz. Cədvəl qurdum. Cədvəl qurandan sonra içində yazılar yazdınız. Cədvəli seçdiniz. Sıxıb sürüşdürüb seçə bilərsiniz. Bir sıxıb sürüşdürüb seçə bilərsiniz yoldaşlar. Bir də ikinci bir üsul olaraq kursoru qoyursunuz cədvəlin üstündə və cədvəlin sol yuxarı küncündə belə dörd başlıqlı oxşar səməyə gəlir. Görürsünüz? Bunun üstünə bir dəfə klik eləyəndə cədvəlin hamısı seçilmiş vəziyyətə düşür artıq. Bütün cədvəllərim yox ha. Sənəd daxilində olan bütün cədvəllərimi demirəm. Fikir verin, sırf üzərində dayandığım cədvəl seçilmiş vəziyyətə düşdü. Və seçəndən sonra backspace düyməsinə vuranda nə oldu yoldaşlar? Cədvəl özü də silinmiş oldu, elədir? Yox, delete düyməsinə vursaq nə olacaq bəs? Yazılar. Yalnız içindəki yazılar silinmiş olacaq. Aydındır? Əla. Bu belə. Növbəti keçdim nəyə yoldaşlar? Baxın, kursoru cədvəl üzərində qoyduğum halda burada əlavə olaraq iki dənə tab açılır. Dizayn və layout adlı iki tab açılır. Dizayn tabı adından göründüyü kimi dizayn baxımından istifadə olunur və buradan siz cədvələ hazır stillər, dizaynlar tətbiq edə bilərsiniz bu qaydada. Ki bunun üstündə çox qalmağa ehtiyac yoxdur. Standart cədvəllərlə işləyəcəyik. Bir o qədər belə dizaynlardan çox istifadə eləməyəcəyik. Zövqə görə məsəl üçün işlərinizi belə dizaynlayıb professional bir görüntü əldə etmək istəsəz eləyə bilərsiniz. Əvvəlki vəziyyətinə qaytarmaq üçün burada plain tables'ın daxilində ilk cədvəl stili table grid bunu seçəcəksiniz və əvvəlki vəziyyətinə qaytaracaqsınız. Sonra məsəl üçün sizə lazımdır birinci sətri rəngləyəsiniz ya hər hansı bir xananın içərisinə rəng verəsiniz. Bunun üçün xanaları seçə bilərsiniz. Seçəndən sonra gəlib dizaynda shading əmrindən istifadə edərək xanaların içərisinə rəng verə bilərsiniz. Bax bu qaydada. Ləğv eləmək üçün təzədən yenə seçə bilərsiniz. Yenə shadingə daxil olub buradan no color seçə bilərsiniz. Ləğv eləyə bilərsiniz. Aydındır yoldaşlar. Bu belə. Növbəti keçdim nəyə? Layout tabına. Bax burada olan bu hissələr haqqında hələ ki məlumat vermirəm. Zamanla keçdikcə bunları da deyəcəm. Layout hissəsinə keçdim. Layoutda ilk əmrimiz nədir? Select əmri. Demək, baxın yoldaşlar, select nə üçün istifadə olunur? Mən kursoru qoydum bu xananın üzərində. Mənə lazımdır ki, bu sətri bütövlükdə seçim. Daha doğrusu sütunu. Bu sütunu bütövlükdə seçim. Bunun üçün mən selectə daxil olub burada select column-dan istifadə edəcəm. Select column nə edir? Kursorun üzərində dayandığı sütunu seçilmiş vəziyyətə gətirir. Bunlar haqqında dərslikdə ətraflı qeyd olunub. Dərsliyi də qrupunuza göndərmişəm bildiyim qədərilə. Oradan baxıb təkrar praktikada eləyə bilərsiniz. Select row vurduğunuz halda siz kursorun üzərində dayandığınız sətri seçilmiş vəziyyətə gətirmiş olacaqsınız. Kursora qoydum yenə
burada bir yerdə, hər hansı bir xana üzərində. Gəlib burada təkcə select cell-ə vursam, sadəcə üzərində dayandığım xana seçilmiş vəziyyətdə olacaq. Bir də cədvəli seçmək üçün selectdə select table-dan istifadə edə bilərəm. Bu isə üzərində dayandığımız cədvəli bütövlükdə seçilmiş vəziyyətə gətirəcək. Demək ki, biz cədvəli seçmək üçün 3 üsuldan istifadə edirik. Bir, gəlirəm bura, tam ekran edeyim. Bir, gəlirəm cədvəlin üzərinə, sıxıb sürüşdürüb seçirəm. 2, kursoru qoydum cədvəlin üzərində. Gəlirəm burada selectdə select table-dan istifadə edirəm. 3, qoydum üstünə və 4 başlı oxşar üstünə istifadə elədim. Cədvəli bütövlükdə seçilmiş vəziyyətə gətirdim. Aydındır, yoldaşlar. Bu da belə. Növbəti keçdim nəyə? Mən cədvəl əlavə eləyəndən sonra cədvələ yeni sətirlər, xətlər falan çəkmək lazım ola bilər. Bunun üçün layoutda bizə drop table deyə bir əmrimiz ayrılıb. Drop table-dan istifadə edərək karandaşın köməyi ilə yeni sətirlər, sütunlar çəkib əlavə eləyə bilərsiniz. Aydındır, yoldaşlar. Baxın bu qaydada. Sonra mən eraser pozandan istifadə edib həmin xətləri bax ya bir-bir silə bilərəm uşaqlar. Ya da ki, bir dəqiqə səhv sildim. Ya bir-bir silə bilərəm. Ya da üzərində bax belə sıxıb sürüşdürüb bax bu qaydada da silə bilərsiniz. Biraz burada bu pozandan istifadə etmək biraz çətindir uşaqlar. Gərək sırf bir xəttin üstündən vurduğunuzdan tam əmin olasınız. Bax məsəl üçün mən bax bu qaydada bir xətti silirəm. Bax. Bu qaydada bir xətti silirəm. Ya məsəl üçün istəsəm cədvəldə əvvəldən çəkdiyim sətirləri bir dəqiqə. Əvvəldən çəkdiyim sətirləri falan da silə bilərəm. Bu xananı da silirəm. Buranı da silə bilərəm məsəl üçün. Ya məsəl üçün bax. Bu sətri bütövlükdə silib aradan qaldırıram. Görürsüz, bütöv bir sətrə çevirdim. Ya məsəl üçün burada olan bunları silmək istəyirəm. Bütöv bir xana elədim bu hissələri. Yəni pozandan istifadə edib bunlardan silib sətirləri falan, xətləri falan silib aradan qaldıra bilərsiniz. Ya da draw table-dan istifadə edib karandaşdan yeni xətlər çəkə bilərsiniz. Növbəti yoldaşlar, mən bir dənə bu cədvəli silim. Orada cədvəl qurmaq üsullarında insert tabında 2 cür cədvəl qurmaq var. Excel proqramının köməyi ilə bir də orada quick tables var. Hazır cədvəl əlavə eləmək yoldaşlar bu table'ın alt əmrlərində. Onu əyani dərsimizdə izah edəcəm. Çox fərqli bir şey yoxdur zaten orada, amma əyani dərsimizi keçəndə yenə də izah edəcəm onunla bağlı sizə. Növbəti gəldim layoutda başqa nə var yoldaşlar? Məsəl üçün mən birinci xanada öz ad soyadımı yazıram. Kursoru qoydum buradan. Gəlirəm baxın burada deyirəm ki, mənim ad soyadımın yuxarısına yeni bir sətir əlavə edilməlidir. Bunun üçün kursoru qoyuram xananın üstündə və gəlirəm layout-a. Burada insert above əmrindən istifadə edirəm və kursorun dayandığı nöqtədən yuxarıya doğru boş bir sətir əlavə edilmiş olur. Eyni zamanda mən adımın aşağısına doğru yeni bir sətir də əlavə edə bilərəm. Kursoru qoyuram adımın üstündə, bu xananın üstündə. Insert below vururam və kursorun dayandığı nöqtədən aşağıya doğru boş bir sətir əlavə olmuş olur. Eyni zamanda mən kursoru xananın üstündə qoyub gəlib layoutda insert left eləyə bilərəm. Kursorun dayandığı nöqtədən sola doğru boş bir sütun əlavə eləmiş olacağam. Eyni zamanda insert right eləyə bilərəm. Sağa doğru boş bir sütun əlavə eləyə bilərəm. Yəni bu əmrlər vasitəsilə yuxarıya, aşağıya, sağa, sola doğru sütun və sətirlər əlavə eləyə bilərsiniz. Eyni zamanda yoldaşlar, mən bu sətri silmək üçün istifadə eləyə bilərəm layoutdakı delete əmrindən. Delete-ə vururam. Mənə lazımdır ki, bax bu ad soyadımın üstündə olan yuxarıdakı sətr var. Bu sətri tamamilə silim. Bunun üçün mən nə edəcəm yoldaşlar? Kursoru qoyuram sətrin üstündə və gəlirəm delete-ə daxil oluram. Delete rows vururam. Delete rows kursorun üzərində dayandığı sətri silmiş olacaq. Bir də var delete columns. Gəlirəm bura, burada delete columns vururam. Bu isə kursorun üzərində dayandığı sütunu silmiş olacaq. Sonradan əlavə etdiyim sətir sütunlara aid deyil ha yoldaşlar bu. Əvvəldən əlavə etdiyim sətir sütunları da bunun vasitəsilə silə bilərəm. Aydındır? Bu belə. Növbəti keçdim nəyə? Split table. Split cells daha doğrusu. Split cells nədir? Məsəl üçün mən deyirəm ki, Fuad Mirzəliyev adlı bir tələbədir. Bu tələbə 4 fəndən imtahan verib və 4 fəndən onun qiyməti onun qarşısındakı xanada yazılmalıdır. Amma bu xananı 4 dənə bərabər hissəyə bölmək lazımdır. Mən karandaşı götürüb karandaşla da bura xətlər çəkə bilərəm. Elədir. Layoutlarındakı draw table-dan istifadə edərək karandaşla da xətlər çəkə bilərəm. Ya da kursoru qoyuram xananın üzərində və gəlirəm split cells əmrinə daxil oluram. Bax bu hissədə yoldaşlar number of columns hissəsindəki rəqəmi silirəm. Neçə sütuna bölmək istədim? 4 fəndən imtahan verib deyə 4 dənə sütuna bölmək istədim. Buraya yazıram 4, OK vururam və cari xananı 4 bərabər hissəyə bölmüş oluram. Orada columns hissəsində yazdığıma görə 4 bərabər sütuna bölmüş oluram artıq. Aydındır yoldaşlar. Bu da belə.
Növbəti keçirik nəyə? Bunu ləğv eləmək üçün seçirəm və pozandan da istifadə edə bilərəm yoldaşlar. Pozandan da silə bilərəm. Ya da seçirəm bunu. Seçəndən sonra gəlirəm layoutda elə split cells'ın sol tərəfində merge cells deyə bir əmrimiz var. Merge cells vururam və bunu da silib aradan qaldırmış olurum. Aydındır yoldaşlar. Bu da belə. Növbəti məsəl üçün məndə bir neçə sətir var. Deyirəm ki, bax mən bu hissədən Infotech Akademiya yazıram. Və mən deyirəm ki, kursor Infotech Akademiyanın yazıldığı xanadan iki ayrı-ayrı xanaya bölünsün. Bunun üçün nə edə bilərəm? Kursoru qoyuram xananın üstündə, daha doğrusu iki ayrı-ayrı cədvələ bölünsün. Kursoru qoyuram xananın üstündən və split table. Nə deyir? Deyir cədvəli böl. Vurdum və cədvəli dayandığı nöqtədən iki ayrı-ayrı cədvələ çevrilmiş oldu. Aydındır yoldaşlar. Bu da belə. Növbəti gəldim layout'a. Layout'da başqa nələrim var? Autofit. Bu çox vacib əmrlərdəndir. Məsəl üçün mən deyirəm bu cədvəlin içərisində burada bir yazı yazıram. Burada bir yazı yazıram. Burada belə. Belə bir yazı yazıram. Burada da elə belə bir yazı yazıram. Və fikir versinizsə burada arada müəyyən boşluqlar var sütunlarda. Görürsünüz bu boşluqlar falan. Mən deyirəm ki, cədvəli tərkibindəki məlumatlara görə sütunlarını yığcamlaşdıraq. Bunun üçün gəlib Autofitdə layout tabı, Autofit və Autofit Contents bu əmrdən istifadə edə bilərəm. Gördünüz? Sütunları avtomatik olaraq fitləşdirir. Nəyə görə? Contents, contentinə görə, tərkibinə görə. Yəni tərkibində olan məlumatlara uyğun yığcamlaşdırmış olur. Aydındır, yoldaşlar. Təzədən bunu əvvəlki vəziyyətinə qaytarmaq üçün burada Autofit window var. Eyni yerə daxil oluram və Autofit window vururam, əvvəlki vəziyyətinə qaytarıram. Aydındır, yoldaşlar. Bu belə. Növbəti keçdim nəyə? Mən sətirlərin, sütunların ölçülərini artırıb azalda bilərəm. Bax, bu sütunun ölçüsünü artırmaq üçün kursoru gətirəm bu sütunun xəttinin üstünə və belə iki başlıqlı oxşar səmaya gəlir. Sıxıb sürüşdürərək artırıb azalda bilərəm. Bax, bu qaydada. Gördüyünüz çoxalır. Eyni zamanda mən sətrin hündürlüyünü də artıra bilərəm. Bax, bu qaydada. Sətrin hündürlüyünü artırıb azalda bilərəm. Bax, görürsünüz? Belə. Əlavə olaraq, kursoru qoydum xananın üzərində. Mən bax, burada layoutda height və width hissələrindən istifadə edərək də sütunun, daha doğrusu sətrin hündürlüyünü və bir dəqiqə bunu təzədən azaldım və sütunun enini də artırıb azalda bilərəm. Bax, bu qaydada bir dəqiqə kursoru qoydum üstündə və artırıram. Bax, bu qaydada. Görürsünüz, sütunun enini artırıram. Bundan da sütunun enini azaldıram. Hansı sütunun kursorun bax üzərində dayandığı sütunun ölçülərini təyinləmiş olurum. Aydındır yoldaşlar. Bu belə. Bugünkü tarix neçədir? 23.06 23-dür yoxsa 28-i? 27-si. 27-si 08 2025. Məsəl üçün mən bu yazdığım yazı hazırda bu xananın daxilində hansı hissədə yerləşir yoldaşlar? Xananın sol yuxarı küncü hesab olunur da. Mən burada layout tabındakı, bax bu əmrlər vasitəsilə, bu bölmə vasitəsilə yuxarı mərkəz, sağ yuxarı künc, sağ aşağı künc, sol aşağı künc, aşağı mərkəz, tam mərkəz. Bax bu qaydada xana daxilində yazılan məlumatın istiqamətini dəyişə bilərəm. Eyni zamanda text direction əmrindən istifadə edərək mən bunu 90 dərəcə istiqamətini çevirə də bilərəm. Adətən bundan müəllimlər nə üçün istifadə edə bilər? Məktəbdə müəllimlər jurnal yazırlar. Jurnal yazanda fikir verirsiniz, o çevirib tarixi tərsinə yazırlar. Ya nə bilim, davamiyyət cədvəllərində olur, ya gündəlik hesabatlarda falan bunu görmək olar ki, hesabat üzrə məsəl üçün ambara falan qədər məhsul daxil olub. Hə, o falan tarixdə. Tarixləri məsəl üçün bax sütunlar üzrə belə yığcamlaşdırılsın. Bunun üçün bundan istifadə etmək olar. Sonra da sütunun enini bax bu qaydada sıxıb yığmaq olar. Eyni zamanda mən onu burada da yaza bilərəm. Məsəl üçün bura yazıram 28.08.2025. Mən yenə bunu text direction'dan belə çevirirəm. Sıxıb sürüşdürürəm. Bax bu qaydada sistemi qura bilərəm artıq. Aydındır. Plus minus qoya bilərəm ya məsəl üçün ədəd falan daxil edə bilərəm. Bax bu əmrlər vasitəsilə. Aydındır yoldaşlar. Bu da belə. Cədvəl və cədvəllə bağlı olan əmrlərimiz bitdi. Sual var bura aid yoldaşlar? Xeyr mən. Əla. Digər yoldaşlar sizdən necə bəs? Aydındır müəllim. Əla. Bu dərsin video rekordinqini də alıram hazırda. Qrupunuza göndərəcəm. Dərs sonrası Google Disk formatında göndərəcəm link şəklində və siz artıq
bu rekordinqə baxmaq istəyəndə linkə klik edəcəksiniz və mənə bildiriş gələcək. Mənə bildiriş gələndə mən oradan sizə approve edəcəm, yəni təsdiq verəcəm. Ondan sonra siz artıq daxil ola biləcəksiniz. İzləyə bilərsiniz ondan sonra. Və kim daxil olur, kim daxil olmursa da mən onu hansı saatda daxil olur eləyir. Mən onu da izləyəcəm ki, hansı uşaqlar məsuliyyətlə yanaşır, hansı uşaqlar ümumiyyətlə dərsin rekordinqini nəzərə almır. Yəni bunu da göndərəcəm ki, bundan da yararlanasınız. Belə yoldaşlar. Bu cədvəllə olan bağlı. Cədvəllə bağlı olan. Necə yoldaşlar? Deyirəm çox sağ olun. Yaxşı olardı bu. Çünki bir də təkrar baxmaq Narahat yaxşı olmayın. olardı. Növbəti dərsimizdə zaten bir daha da üstündən təkrar kimi çalışacağam gedim. Amma rekordinqini də bir daha qeydə alıram ki, evdə də baxıb təkrar praktik edə biləsiniz. Növbəti yoldaşlar, keçin nəyə? Mən şəkil tabını da izah eləyəcəm. Şəkil tabını da izah eləyəcəm. Şəkil əlavə eləmək falan. Bunları da izah eləyəcəm. Ondan sonra bir də fiquru da izah eləyəcəm və ekran şəkli çəkməyi də izah eləyəcəm və burada saxlayacağam. Niyə? Çünki şəklində ayrıca tabı var, figurunda ayrıca tabı var. Demək olar ki, bu günə 4 dənə tab bitirmiş olacaq. Və ondan artıq tabda keçmək istəmirəm. Yəni əyani dəstə olsa da zaten belə olacaqdı. Ondan artıq tab keçmək də istəmirəm ki, çox yüklənməyəsiniz. İndi keçirik nəyə? Şəkil əlavə etmək. Şəkil əlavə etmək üçün picture hissəsinə gəlib burada picture from file daxil olacaq. Daxil olandan sonra bizim üçün kompüterin yaddaş proqramı açılacaq. Sizlərdə DSP-si açılacaq. Məndə Mac-deyə Mac-in File Explorer açılır və burada mən şəkillərdən birini əlavə edə bilərəm. Məsəl üçün deyək, gəlirəm burada görək nəyimiz var. Şəkillərdən gəlirəm download hissəsində görək şəkillərimiz çoxdur. Əlavə edə bilərik bir şey. Görək dərslərimizə aid bir şey olsun. Şey əlavə edək. Okey, məsəl üçün kameranın bəyanı uğru belə bir şey əlavə edirik. Mən bu şəkli əlavə elədim, yoldaşlar. Bax bu qaydada. Mən bu şəkli əlavə elədim. Kursoru qoyuram bu şəklin üzərində və kursoru şəkil üzərində qoyduğum halda burada yuxarıda, baxın tabların sağ tərəfində eynən cədvəldə olduğu kimi əlavə bir format tabı açılır. Picture format tabı açılır. Mən kursoru bunun üzərində qoyduğum halda, bax buradan corrections'la şəklə parlaqlıqlar falan təyin edə bilərəm. Bax bu qaydada. Bax görürsüz yoldaşlar. Bax bunu təyin edirəm. Bax biraz şəkil açıldı elə bil. Bax fikirlərsiniz şəkil açılır. Bunu təyin edirəm, biraz şəkil tündləşir. Yəni bu tip şeylərdən əlavə edə bilərsiniz. Ya belə bir şey tətbiq edirəm, ya biraz belə, ya biraz belə. Yəni bunu tətbiq edə bilərsiniz artıq öz istədiyiniz kimi. Sonra colorla bunun üzərində rəng dəyişmə edə bilərsiniz. Şəklin üzərinə rəng əlavə eləyəsiniz. Bax bu qaydada. Yəni nə bilim şəklin üzərinə belə bir rəng əlavə eləyəsiniz, ya yaşıl bir rəng əlavə eləyəsiniz. Belə işlər görə bilərsiniz. Artistik effektlə fərqli effektlər verə bilərsiniz. Burada neon formatlar falan var, tətbiq edə bilərsiniz. Mən bunlardan çox istifadə eləməyəcəm yoldaşlar. Solğunluqlar falan verə bilərsiniz. Bunlar dizayn baxımından olan şeylərdir. Yəni bir mahiyyətini göstərirəm ki, nə iş yerinə yetirir. Transparency solğunluq verir şəklə. Artistik effekt fərqli effektlər verir. Color üzərinə rəng əlavə edir şəklin. Corrections parlaqlıq və ya tündlük təyin edir. Artıq bunun hər biri haqqında bir üstündə vurub daha yaxından tanış ola bilərsiniz hamısı ilə ki, necə işlənir. Burada yoldaşlar reset picture var. Şəkli əvvəlki vəziyyətinə qaytarmaq üçün tətbiq eləmişəm tutaq ki bunu. Mənə lazım ki, elə əvvəlki vəziyyətinə qaytarım. Ehtiyac yoxdur belə şeylərə. Reset picture vururam və şəkli əvvəlki vəziyyətinə qaytarıram. Növbəti burada yoldaşlar picture styles var. Bu style hissəsindən hazır stillər falan tətbiq edə bilərsiniz. Bax şəkli belə dairəvi vəziyyətə ya belə fiqurlara falan çevirə bilərsiniz. Bax bu qaydada eləyə bilərsiniz. Yenə reset picture vururam, əvvəlki vəziyyətinə qaytarıram. Sonra picture borderdən şəklin kənarlarına çərçivə əlavə edə bilərsiniz. Məsəl üçün mən qırmızı bir çərçivə əlavə edəcəm. Görürsüz, nazik bir qırmızı xətt əlavə olundu. Amma çox nazikdir deyə mən kursoru qoyuram bunun üstündə picture formata gəlib buradan biraz qaldıracağam, qalınlaşdıracağam bu xətti. Gəlirəm məsəl üçün biraz belə qalın bir xətt seçirəm. Rəngini də qırmızı seçmişəm ki, nəzərə çarpan olsun. Dayışıqla da həmin xəttin stilini təyin edə bilərsiniz yoldaşlar. Düz xətti eləyə bilərsiniz, qırıq-qırıq xəttlər, nə bilim, uzun qırıq-qırıq xəttlər filan. Yəni növləri var burada, ürəyi istəyən bir şey tətbiq edə bilərsiniz. Ümumiyyətlə xəttləməni, kənar xətti, çərçivəni ləğv etmək istəyirsə, no outline-dan da istifadə edə bilərsiniz. Picture effects var. Picture effektlə şəkil effektlər verə bilərsiniz. Və burada məsəl üçün 3D effektləri falan var. Bunlardan tətbiq edə bilərsiniz. Deməli, bevel effektlər var, qabarma effektləri tətbiq edə bilərsiniz. Glow var, kənardan belə
Glow var, kənarlarına belə işıq parlaqlığı verən bir effektlər tətbiq edə bilərsiniz. Yəni bilib görə reflection var, suda əks etdirmə effektləri falan. Bunlardan tətbiq edə bilərsiniz. No rotation vururam, əvvəlki vəziyyətinə qaytarıram. Sonra yoldaşlar, burada position var. Positiondan siz vərəq daxilində şəklin istiqamətini tətbiq edə bilərsiniz. Məsəl üçün mən deyirəm ki, bu şəkil hazırda vərəqin sol yuxarı küncü hesab olunur da, bura elədir. Sol yuxarı küncündə yerləşir. Mən positiondan daxil olub sağ yuxarı küncə, nə bilim, sağ ortaya, sağ aşağı küncə falan yerləşdirə bilərəm. Burada seçim sizdən asılıdır. Mən sol yuxarı küncdə saxladım hazırda, sonra sıxıb sürüşdürüb istədiyim yerə də yerləşdirə bilərəm. Adətən tarix, ədəbiyyat kitablarında olur. Məsəl üçün şəkillər hamısı sağ tərəfdən bir sıra ilə düzülür. Yəni bunlardan istifadə etmək olar həmin hallarda. Sonra məsəl üçün şəkil əlavə olunubsa, bax burada rotate əmrimiz var. 90 dərəcə şəkil çevirə bilərsiniz. 90 dərəcə sola doğru çevirə bilərsiniz şəkil dayandığı nöqtədən. Təzədən sağa doğru çevirirəm. Flip vertikal edə bilərsiniz. Bax, yuxarı aşağı belə dəyişə bilərsiniz. Əvvəlki vəziyyətinə qaytardım. Flip horizontal edə bilərsiniz və şəkil elə bil ki, fikir verirsiniz, yerini dəyişirsiniz horizontal vəziyyətdə. Güzgü əksi deyək də buna bir növ. Güzgü əksində çevirə bilərsiniz. Yəni bu kimi işlər görə bilərsiniz. Bir o qədər ehtiyac yoxdur amma bunlara. Sonra cropdan istifadə edib şəkli kəsə bilərsiniz yoldaşlar. Baxın, cropun üstünə vurdum. Şəklin kənarlarında belə qara çərçivələr əmələ gəlir və sıxıb sürüşdürərək sizə lazım olan hissə. Məsəl üçün mənə lazımdır ancaq tələbəmin bu hissə, tələbəmin şəklini götürüm buradan. Çəkirəm xətləri, cropa təzədən bir dəfə də vururam və salam. Şəkli kəsmiş oldum. Təzədən kursoru üstünə qoyuram, təzədən yenə cropa vurub burada bu xətləri əvvəlki yerlərinə qaytarıb şəkildə əvvəlki vəziyyətinə gətirə bilərəm. Təzədən bunu bir dəfə də vururam crop və əvvəlki vəziyyətində saxlayıram. Şəklin kənarlarındakı bu kublar vasitəsilə, dairələr vasitəsilə də sıxıb sürüşdürüb həcmini böyüdüb kiçildə bilərəm şəklinin. Eyni zamanda mən bu şəkli silmək üçün kursoru qoyuram bir dəfə üstünə, bir dəfə vururam mouse'dan və klaviatür üzərindən backspace və ya delete düyməsi ilə silib aradan qaldırıram. Bu belə. Növbəti yoldaşlar keçirik fiqurlara. Fiqurlar shapes'dir. Gəlirəm burada, baxın. Bir fiqur seçirəm. Məsəl üçün kvadrat seçək də sadə fiqurlardan. Kvadrat seçdim. Kursoru qoydum bu fiqurun üzərində və kursoru bir fiqur üzərində qoyduğum halda burada əlavə shape format adlı bir tab açılır. Və shape formatda yenə şəkilə, fiqura stillər verə bilərsiniz. Bax bu qaydada rənglərə uyğun effektlər verə bilərsiniz. Fərqli-fərqli. Nə bilim belə. Sonra shape fill-lə bunun içərisinə rəng verə bilərsiniz. Shape outline var. Kənar xətlərinə yenə rəng verə bilərsiniz. Shape outline-da yenə weight-lə qalınlığı artırıb azalda bilərsiniz. Bax bu qaydada. Eyni zamanda dashes-lə fərqli xətt stili seçə bilərsiniz. Bax bu qaydada. Sonra yoldaşlar, kursoru fiqur üzərində qoyub fiqurun içərisində yazı yaza bilərsiniz. Unutmayın ki, uşaqlar, fiqurlar həm də mətn qutuları hesab olunur. Yəni bunların içərisində mətn də yaza bilərsiniz. Və bu yazını yazdım, məndə hazırda ağ rəngdə görsənir. Mən bunu seçirəm, uşaqlar. Şriftin rəngini falan, yəni dəyişə bilərsiniz buradan. Home tabına qayıdıb, burada fontla bağlanan bütün parametrləri icra edə bilərsiniz bunun üzərində. Sonra gəldim shape formatda başqa nəyim var? Bu text fill-lə yenə bu fiqurun rəngini falan dəyişdirə bilərsiniz. Text effektlə yenə hazır effektlər falan verə bilərsiniz. Yəni bunlar bir o qədər vacib deyil. Text direction-dan bu yazdığınız yazını 90 dərəcə, təzədən 270 dərəcə istiqamətini dəyişdirə bilərsiniz. Horizontaldan əvvəlki vəziyyətinə qaytara bilərsiniz. Amma hansı yazını yenə deyirəm, bax bu fiqurun üstündə vuranda asılan format tabının içindəki əmrlərdir yoldaşlar. Yəni bu o deməkdir ki, fiqurun içərisində yazdığınız yazılara tətbiq olunur. Burada elədiyiniz əmrlər. Align text-lə fiqur daxilində yazdığınız yazını yuxarıya, middle-dan ortaya, bottom-dan aşağıya doğru yerini dəyişdirə bilərsiniz. Hansı uyğundursa onu da saxlaya bilərsiniz. Sonradakı kənarlarından sıxıb sürüşdürüb fiqurun həcmini böyüdüb kiçildə bilərsiniz. Eyni zamanda bax bu əmrlər vasitəsilə də hündürlüyünü, bu əmrlər vasitəsilə də enini artırıb azalda bilərsiniz. Aydındır yoldaşlar. Bu da belə. Fiquru silmək üçün içərisində yox. Bax yoldaşlar, kənarındakı bu dörd başlılıq içərisinə bir dəfə vururam. Və sonra backspace düyməsinə vurub silə bilərəm. İçərisində vuranda siz sadəcə onun içərisində yazılan yazını silmiş olacaqsınız. Amma mən fiquru ümumilikdə aradan qaldırmaq istəyirəmsə, kənarından vururam dörd başlılıq işarəsindən və sonra backspace silmə düyməsinə vurub silirəm, aradan qaldırıram. Növbəti keçdik nəyə yoldaşlar? Növbəti keçdik insert-də shape hissəsini dedim. 3D models. 3D models nədir yoldaşlar? Bax, bunun üstünə vuranda sizin üçün sağ tərəfdə belə bir panel açılacaq. Amma qeyd edeyim ki, 3D models əmri internetlə işləyən bir əmrdir yoldaşlar.
Və bu adətən hansı hallarda istifadə olunur? Bilmirəm, bu memarlıq proqramları arasında 3D Max, 3D Max proqramıdır, SketchUp proqramlarıdır. Bunları eşitmisinizmi ya yox? Bax, bunlar avtomatlaşdırılmış layihə sistemləridir və bu proqramlardan istifadə edib dizayn vermək olur, çertyojlar, eskizlər cızmaq olur, nəyinsə bir hər hansı bir biznesin planını cızıb orada vizual olaraq göstərmək olar. Biz bunu Word daxilindən də edə bilərik. Məsəl üçün mən keçən dəfə belə bir eskiz dizayn verdim. Baxın, belə bir şeydir yoldaşlar. Mən bunu Word proqramında yığdım, amma baxanlar hamısı elə bilirdi ki, mən bunu 3D Max proqramından yığmışam. Halbuki heç mənim bunu düzəltməyim üçün ayrıca bir kursa gedib 3D Max proqramı öyrənməyimə ehtiyac yoxdur. Yəni mən bunu Word proqramının daxilində rahatlıqla düzmüşəm. Bax, məsəl üçün burada masalardır bu hissədə. Bu hissədə masalardır. Burada masalardır, məsəl üçün görürsüz. Bu hissədə lövhədir, belə deyək, monitordur. Ağ lövhədir, proyektorla veriləcək. Burada masalar, stullardır, burada şkaflardır məsəl üçün. Burada qaz plitəsidir, burada vanik deyək də ona, vannadır belə deyək. Sonra bunlar hamısı stullardır, uşaqlar. Yəni bunlardan əlavə eləmək olar. Məsəl üçün bunu necə əlavə edirsiniz? Gəlirsiniz bax 3D Max, 3D model hissəsindən daxil olursunuz. Məsəl üçün mən buraya yazıram tables. Çalışın burada yazılan sözlərin ingilis dilində yazın ki, axtarışı ingilis dilində eləyəcək bunlar. Table yazıram. Bu stullar filan tapır gətirir. Görək, məsəl üçün mən buradan belə bir divan seçəcəm. Seçirəm, insert eləyirəm. İndi baxaq yoldaşlar, bu necə bir şey əlavə eləyəcək. Görək hələ. Biraz internetle əlaqəli bir şeydir deyə. Əlavə elədi yoldaşlar. Və bunun üstündəki bu işarədən istifadə edərək mən buna fikir verirsiniz. 3D şəklində mən bu divanı oynada bilirəm. Görürsüz? Mənə lazım olan vəziyyətdə saxlaya bilərəm. Divanın altına da baxa bilirəm, sağına soluna da baxa bilirəm. Görürsüz necə əlavə elədim yoldaşlar. Və ya gəlirəm, məsəl üçün burada bu 5-yi əlavə edək. Insert elədim. Görə necə bir şey olacaq bu. Sonra qoy görə burada başqa nələr var. Bunu əlavə eləsim, ondan sonra baxarıq. Əlavə elədi. Məsəl üçün bu 5-yi gətirəm bura. Sıxıb sürüşdürürəm. Məsəl üçün 5-yi bax. Bu qaydada oynadıram. Gətir, məsəl üçün otağın müəyyən bir hissəsində yerləşdirə bilərəm. Hatta ki, bax belə. Bax, heç nə. Mouse'una bunu sadəcə tərpədirəm, yoldaşlar. Hətta siz bunun üstünə vurub, burada 3D model hissəsindən, buradan da məsəl üçün şeylər seçə bilərsiniz. Bunu istiqamətləri ilə görə bilərsiniz bu 5-i. Belə bir şey, yəni belə vəziyyətə. Yəni bunların hamısını dəyişə bilərsiniz yoldaşlar. Bax bu qaydada. Aydındır. Bu da belə. Bunu da üstünə vurdum, backspace düyməsindən sildim. Kimdir online'lardan sual verən? Buyurun yoldaşlar. Fuad, mənim bir sualım var sizə. Buyurun. Bu Word proqramında məsələn mən test tərtib edirəm uşaqlar üçün. Əsasən bu ibtidai siniflərdə olur. Sualı məsələn yazsın. Birinci sual, nə bilim, choose a bed məsələn. Sonra aşağıdan mən istəyirəm ki, orada cürbəcür 3-4 dənə şəkil qoyum. A variantı, B, C, D. Hərəsində də bir şəkil qoyuram. Birində çarpayı qoyuram da oradan, düzdür? Onu proqramla eləyə bilərəm. Təbii ki, eləyə bilərsiniz. Yəni biri var internetdən gedib hardansa seçib gətirəm, bir də var bu hissəyə bunun daxilində, yox, bu 3D modellərdir. 3D modellərlə də eləyə bilərsiniz. İnternet üzərindən şəkil yükləyib burada birbaşa da əlavə eləyə bilərsiniz. 3D modellərlə də eləyə bilərsiniz. Başa gəlir, daha rahatdır. Necə? Hansı daha rahatdır, tez başa gəlir. İndi ola bilər ki, məsəl üçün burada beşik əlavə eləmişik. Bəlkə siz istədiyiniz bir beşik yoxdur burada deyək ki. Yəni nə bilim, bəlkə siz istədiyiniz stildə bir stul yoxdur burada, bunun bazasında. Bunun da özünün də məlumat bazası var da, belə deyək, verilənlər bazası var. Və orada müəyyən məhdud sayda şəkillər deyə ya məlumatlar verilənlər olur. Amma demək olar ki, əksər hallarda sizə lazım olanı tapacaqsınız burada. Amma tapa bilməsəz, dediyim kimi internetdən də yükləyib əlavə edə bilərsiniz. Çox sağ olun. Buyurun. Bu da belə yoldaşlar. Bu da oldu 3D model. Bir də screenshot əmri var. Screenshotla da nə edirik yoldaşlar? Bir dəqiqə screenshot qoyun açılsın.
Baxın yoldaşlar, screenshotdan da vuranda, bax, mən vururam screen clipping-ə. Əslində sizlərdə bu necə olmalıdır? Baxın, bax bu qaydada. Screenshot-a vururam və bu mənim üçün cari pəncərəni yox, cari pəncərədən bir öncə açdığım pəncərənin şəklini, ekran şəklini çəkmiş olur. Bax bu qaydada sıxıb sürüşdürəcəm məsəl üçün bu hissəni və baxın ekran şəklini buraya əlavə elədim. Gördünüz yoldaşlar? Ekran şəkli çəkə bilərsiniz. Necə? Insertdə screenshot və screen clipping əmri ilə. Screen clipping-ə vurduğunuz halda nə olur? Dediyim kimi sizə cari pəncərədən bir öncəki pəncərəni açır və oranın şəklini çəkir. Yəni bir plus işarəsi verirsə və ekrana bir tor şəkilli pərdə gəlir. O tor şəkilli pərdə gələndən sonra ekran bulanıq rejiminə düşəndən sonra sıxıb sürüşdürürsünüz. Sizə lazım olan ekranın müəyyən bir hissəsini də seçə bilərsiniz. Ya da ekranı bütövlükdə də sıxıb sürüşdürüb seçib şəklini əlavə edə bilərsiniz. Aydındır yoldaşlar. Sual var, Bright? Xeyr, mən. Okey. Əla. Bu da belə. İndi yoldaşlar, mən bitirdim. Rekordinqi də